Tualet kağızının hər parçasını görürsən. Atdığın hər parça başına 10 qəpikdən hesablayıram. Neçə dənə parça atsan 10 qəpik. Nazimi 3 deyəndə 1, 2, 3. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42 dənə. 42 dənə 10 qəpikdən nə eləyir? 42 dənə 10 qəpikdən 4 manat 20 qəpik. Mən nə edəcəm? 5 manat verəcəm. Nazim, qalib gəldin. Buradan sənə tualet kağızı hədiyyə. Sağ olun. Nə edəcəksən bu tualet kağızı ilə? Yəqin ki işlədərəm. İşlədərsən. Bəli. 5 manat da məndən sənə hədiyyə. 4.20 elədi, 5 manat hədiyyə. Buyur Çox sənin sağ olsun. olun. Nə demək istəyirsən buradan bizə? Buradan yəni uğurlarımızın davamını diləyirəm. İnşallah daha yaxşı yerlərə takib atsınlar, bəyənsinlər. Qazanmaq istəyirsinizsə takib atmalısınız. Bu arada tualet kağızının işləmiş hissəsini kəsib atarsan. Hə, o Yaxşı. 100%. Çox sağ ol, minnətdaram. Sağ ol. Görüşərik.